Əmr şəklində biz oxuyaq. Sözün kökü oxu, y bitişdiricidir. Ağay, birbaşa feilin üstünə şəxs şəkilçisi gəlirdi. Nə olurdu? Əmr şəkli. Yəni, feilin üstünə birbaşa şəxs şəkilçisi gəldi. Bu nədir əmr şəkli? İndi oxu sözün, gəlin arzu şəklində işlədək. Kaş, biz oxuyaq. Baxın, oxşadı mı? Amma kaş var. Kaş varsa, demək arzudur da. Arzunun şəkilçisi nə idi? A-ə. Demək, burada oxu sözün kökü y bitişdirəcək. A-ə arzu şəklidir, q şəxs şəkilçisidir. Yəni, sualı belə düşür. Hansı fiil, baxın, bu fiil məzmunca və formaca bir-birinə oxşuyur. İkisində də oxuyaq-oxuyaqdır. Məzmunca və formaca oxşadır. Amma fərqi ondadır ki, A-qəqi bütöv götürsəm, olacaq şəxs şəkilçisi və onda əmr şəkli olacaq. Yox, A-qəqi xırdalasam, A üstə gəlmək q götürsəm, A artıq arzu şəklinin şəkilçisidir axı. Onda A üstə gəlmək q olsa, bu arzu şəkli olacaq. Bəs testdə necə fərqləndirim? Testdə qabağına kaş verəcək. Kaş, təkibarı, arzu ədatı verəcək. Bizə kaş versən, mən bunu artıq əmr şəkli kimi düşünə bilmərəm. Çünki kaş arzu ədatı harda işlənirdi? Ancaq arzu şəklində. Demək, kaş varsa, burada mütləq mən A üstə gəlmək q eləyəcəm. Yox, kaş yoxdursa, onda bunu iki şəkildə düşünə bilərəm. Həm arzu, həm əmr. Ona görə də orada sizə verəcək belə bir söz. Yəni, siz orada diqqətli olun. Deməli, neçənci şəxslər bir-birinə oxşadı? Baxın, biz. Birinci şəxsin cəmi. Hansı şəkillər oxşadı? Əmr, bir də arzu. Necə fərqləndirəcəm? A-qəqi bütöv götürsəm, əmr olacaq. A-qəqi parçalasam, A üstə gəlmək q götürsəm, bu artıq arzu olacaq. Bizə belə bir sual verəcək ki, hansı sözü iki şəkildə düşünə bilərik? Onda mütləq birinci şəxsin cəmi A-qəqi ilə qutaranı axtarır. Çünki belə qabağında heç nə verməsə, mən bunu iki şəkildə düşünə bilərəm. Yəni, qabağında kaşı verməsə, məsələn, versə yazaq, fikrimi dəqiq çatdırmaq üçün deyim, verəcək yazaq. Bunu iki şəkildə düşünə bilərəm. Kaş biz yazaq deyib xırdalaya bilərəm A üstə gəlmək q, ya da ki, əmr şəklində birbaşa biz yazaq, A-qəqi bütöv götürə bilərəm.